Gəlin bir şeyi fərz eləyək, Fəal müəllim. Bax, bizim Azərbaycanlıların, yəni soydaşlarımızın Qərbi Zəngəzura qayıdış məsələsi gündəmdədir. Əgər onlar artıq Ermənistanın indi daxilində olsaydılar, qayıdış artıq baş tutsaydı, siz bilən onlar bu seçkilərdə ümumiyyətlə necə iştirak edərdilər? Hansı bir məramla, hansı niyyətlərlə? Yəni faktiki olaraq heç də bu labud deyil ki, bəli, bax, hakim partiya bunlar səs verməlidirlər. Amma əslində yəni bunlara maniçilik törədilməsə, fərz eləyirik. Sadəcə bir model qururuq da belə. Hipotetik olaraq. Hipotetik, bəli. Ümumiyyətlə, bu gələcəkdə nə dərəcədə siz bax, bu elə modelin özünü realistik sayırsınız? Biz əslində bu, belə deyim, bu təşəbbüsü irəli sürərkən Qərbi Azərbaycanlıların o tarixi haqlarını o tanımaq və o istiqamətdə addımlar atmaq istiqamətində Azərbaycan tərəfinin ortaya qoyduğu təşəbbüslər Ermənistan tərəfindən doğru, belə deyim, dəyərləndirilsəydi, bu doğru qeyd edirsiniz. İndi bugün Qərbi Azərbaycanlılar Ermənistanda bir seçici kimi öz hüquqlarından istifadə edərlər. Söhbət təbii ki, aktiv seçicilikdən gedir. Yəni, üzrdən, yəni cəmiyyətdə onlar sabitləşdirici bir rol oynayardılar, nə mən elə gəlir. Söhbət onların simpatiya və antipatiyalarından getmir. Sadəcə, yəni mövqe. Əslində, baxın, Tofiq müəllim, biz demirik ki, doğru qeyd etdik, biz demirik ki, Qərbi Azərbaycanlılar orada olsaydılar, mütləq şəkildə Paşinyana və yaxud onun partiyasına səs verərdilər. Amma ən azından doğru seçim etmək, eyni zamanda Ermənistan cəmiyyətində o insanların doğru seçim etməyinə təsir edə biləcək addımlar ata bilərdilər. Bu da əslində töhfə versəydi Azərbaycan cəmiyyətindən daha çox Ermənistan cəmiyyətinə töhfə verərdi. Mən düşünürəm ki, əslində hər işdə bir xeyir var prinsipi ilə yanaşsaq, Ermənistan dövləti, Ermənistana rəhbərlik edən şəxslər Azərbaycanın bu təşəbbüsünü vaxtında doğru şəkildə dəyərləndirsəydilər, bax, biz bugün bundan hipotetik olaraq danışmazdıq. Həm də cəmiyyət udardı. Bəli, Ermənistan cəmiyyəti udardı.